Yaxın Şərqdəki düyünlər deyəsən bu həftə sonu açıla bilər. Ağ Evdən gələn son mesajlara əsasən Vaşinqton və Tehran böyük bir razılaşmanın artıq astanasındadır. Təbii ki, bu proses zəncirvari reaksiya doğurur. Elə bunun nəticəsidir ki, İsrail-Livan xəttində də yeni bir atəşkəs planı rəsmiləşib. Hətta Trampın bu gərginliyi bitirmək üçün İsrail rəhbərliyi ilə kifayət qədər sərt danışdığı da gizlədilmir. Regionun gələcəyini dəyişdirə biləcək bu diplomatik gedişlərin təfərrüatını təqdim edirik. İranla danışıqlar yaxşı davam edərsə, razılaşma həftə sonu baş verə bilər. Bu sözləri Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə Vaşinqton potensial saziş çərçivəsində Tehranın zənginləşdirilmiş uran ehtiyatları üzərində ciddi nəzarətin təmin ediləcəyini gözləyir. Eşitdiyimə görə danışıqlar çox yaxşı gedir, həqiqətən də çox yaxşı gedir. Əgər bu baş versə, baxmayaraq ki, baş verməyə də bilər, bunu heç kim dəqiq bilmir. Razılaşma artıq bu həftə sonu əldə oluna bilər. Trump həmçinin bildirib ki, İranla mümkün razılaşma çərçivəsində Hörmüz boğazı saziş imzalanan kimi gəmiçiliyə açılacaq. ABŞ lideri qeyd edib ki, ölkəsinə məxsus mina təmizləyici gəmilər artıq Hörmüz boğazı ətrafında yerləşdirilib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı isə ölkəsinə qarşı atılacaq hər hansı düşmən addımının qətiyyətlə dəf olunacağını bildirib. Əraqçı əlavə edib ki, Amerika Birləşmiş Ştatlarının sanksiyalar və hərbi təzyiqlər vasitəsilə keçmişdə nail ola bilmədiyi məqsədlər yeni müharibələrlə də əldə olunmayacaq. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzzi isə bəyan edib ki, Tehran və Vaşinqton arasında aparılan danışıqlarda əsas məqsəd bütün cəbhələrdə müharibənin dayandırılmasıdır. İran, ABŞ və İsrailin regiondakı müttəfiq qüvvələrin birliyini zəiflətməsinə imkan verməyəcək. Bu arada İsrail və Livan nümayəndə heyətləri ABŞ-dakı danışıqların nəticələrinə əsasən atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlib. Bu barədə hər iki tərəfin Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat xidməti tərəfindən dərc edilmiş birgə bəyanatında deyilir. Sənədə əsasən əldə olunmuş razılaşmalar Hizbullah hərəkatı tərəfindən atəşin tam dayandırılmasını, eləcə də Hizbullahın bütün silahlı birləşmələrinin Litani çayından cənubdakı zonadan çıxarılmasını nəzərdə tutur. İsrailin Amerika Birləşmiş Ştatlarındakı səfiri Yehel Leyter, İsrail və Livan arasında əldə edilən yeni atəşkəsin davamlı olacağına və sərhəd boyunca illərdir davam edən zorakılığa son qoyacağına inandığını bildirib. ABŞ-nin dəstəyi ilə əldə olunan razılaşma Livanın cənubunda pilot zona yaradılmasını nəzərdə tutur. Bu zonada Livan ordusu və xüsusi bölmələr mərhələli şəkildə yerləşdiriləcək. Məqsəd İsrail qüvvələri bölgədən çıxdıqdan sonra Hizbullahın yenidən ora qayıtmasının qarşısını almaqdır. Biz artıq əvvəlki atəşkəs danışıqlarındakı uğursuz sxemə əməl etməyəcəyik. Yəni İsrail çıxır, Hizbullah qayıdır. Bu təcrübə artıq başa çatıb. Qeyd edək ki, İran tərəfi ABŞ ilə razılaşmanın əsas şərtlərindən biri kimi məhz Livanda atəşkəsin təmin olmasını tələb edir. Hatırladaq ki, Donald Trump Livandakı döyüşlərlə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında ona sərt ifadələr işlətdiyini təsdiqləyib. Əsəbi olduğumu deməzdim, sadəcə onun Livanla döyüşü bu qədər uzatmasından bir qədər narazı idim. Ona dedim ki, biz bunu dayandırmalıyıq. Amma bizim çox yaxşı münasibətimiz var və birlikdə böyük işlər görmüşük, deyə Trump bildirib.